Hörmətli masallı əhli, həqiqətən içi ağırdır. Bu iki qat ağırdır, ona görə ki, bu elə bir adi vətəndaş deyil. Əvvəl öz ailəsinin fəxri vüqarı olan, sonra bütün Azərbaycanın qürur duyduğu bir evladı tərbiyə eləmiş bir atadır. Eyni zamanda gözəl bir insan idi. Mən Qorxmaz müəllimi şəxsən tanıyırdım. Sözünün giyəsi, zəhmətsevər, xeyriyyəçi, əhalinin, tək şəhid ailələrinin yox, hamının dolanışığı ilə mütəmadi maraqlanan bir gözəl insan idi. Bizdə olan məlumatlara görə hətta bu mərasim evinin də inşasında, tikilməsində rəhmətliyin böyük rolu olub. Buna görə də biz bu insanı çox böyük hörmətlə, izzətlə, onun ruhuna böyük hörmətimizi bildiririk ki, sözün doğrusu hərdən heç mən şəklinə baxanda tam qəbul edə bilmirəm ki, o dünyası dəyişir. 2 gün ondan qabaq biz dəfn olunduğu yerin işıqlandırılması ilə əlaqədar söhbət elədik. Ora ağaçlar əkmişdik. Onun xahişindən pilləkənlər düzəltmişdik. Və doğrudan da deyiblər ki, insan hamı dünyasını dəyişib gedəcək, amma əsas məsələ əməllərlə yaşamaqdır. Biz hesab edirik ki, Qorxmaz müəllimin gözəl əməlləri var. Özündən sonra qalan evlatları da onun xoş əməllərini, işlərini davam etdirəcək. Mən də öz adımdan bir daha rayon icra hakimiyyəti, rayonda fəaliyyət göstərən hüquq mühafizə orqanlarının, idarə müəssisə rəhbərlərinin hamısının adından Qorxmaz müəllimin doğmalarına, əzizlərinə və bütün kənd sakinlərinə dərin üzündə baş sağlığı veririk. Allahdan rəhmət qalanlarına səbir dilirik. Diqqətinizə görə sağ olun.